Progress. Deməli, 300 basketbol. 300 basketbolun yaranma tarixi başlayır 1950-ci ildə. Bu oyun əvvəl adlanıb streetbol oyunu. Deməli, baxın, 1950-ci ildən yaradılıb streetbol oyunu. Əvvəl bu oyun adlanıb dediyim kimi streetbol oyunu və ABŞ-da yaranıb 1980-ci illərdə bunun inkişafı başlayıb. İnkişafı. 2012-ci ildə ilk dəfə dünya çempionatı təşkil olunub. Yunanistanda təşkil olunub. 2014-cü ildə isə Avropa çempionatı təşkil olunub Rumuniyada. 2017-ci ildə qəbul edilib ki, Olimpiya proqramına daxil olsun. 300 basketbol 2017-ci ildə. Və 2020-ci ildə keçirilən olimpiyadada bu streetbol oyun daxil olub. Streetbol oyunu. Azərbaycanda yaranma tarixi bunun başlayır elə bir ki, belə deyək də, 2014-cü ildə Avropa çempionatında olub bizim yığma komandamız. Amma bunun elə bir ki, inkişafı başlayıb Nicat Mirzəyev adında bir şəxs, onun hal-hazırda da valideyni mənimlə sertifikasiya hazırlaşır və o deyir ki, bəli, Nicat Mirzəyev başladı bunun inkişafını daha da populyarlaşdırmağa 2015-ci ildə Azərbaycanda. Və 2017-ci ildə deməli, İslam Həmrəylik oyunlarında bizim yığma komandamız qalib gəldi 2017-ci ildə. İndi keçək meydançaya. Meydançanın uzunluğu və eni. Uzunluğu yeganə meydançadır ki, yeganə idman növü meydançasıdır ki, uzunluğu enindən balacadır. Uzunluğu 11 metrədir. Baxın, 11 metrə. Eni 15 metrədir. 15 metrə. Və xətlərin də eni 5 santıdır. Xətlərdə imtahanda sual düşəsi deyil. Bu oxumaq, əzbərləmək lazım deyil. İhtiyac yoxdur. Və burada cərimə meydançası var. Bunun uzunluğu 5.80, eni 4.85'dir. Və səbət və lövhə. Lövhənin hündürlüyü, səbətin hündürlüyü daha doğrusu 3 metrə 5 santıdır. 305 santıdır. Amma lövhənin ölçüsü 180'in 105'ədir. Lövhənin ölçüsü. Səbətin diametri 45 santıdır. 45 santı səbətin diametridir. Və səbətin üstündə dördbucaq, belə bir dördbucaq var. Onun da ölçüsü 59'un 45'ədir. Səbətin altında belə bir yarım qops var. Yarım qops. Bunun radiusu 125 santimetrdir. Bu yarım qops nəyə xidmət edir? Ona xidmət edir ki, əgər bu yarım qopsun daxilində tutalım ki, hücumçu yəni müdafiəçini itələdirsə, heç bir hol verilmir və topu ata bilər səbətə. Heç bir qayda pozuntusu deyil. Yadda bunu saxlayın. Həm basketbolda, həm də 300 basketbolda. Heç bir qayda pozuntusu deyil. Böyük bir qofslar, baxın, 675'lik bir qofsdur. Bunun radiusu 675'dir. Azad zona var. Baxın, yandan azad zona metrə yarımdır. Arxadan
2 metrədir. Səbətin arxasından 2 metrədir. Ehtiyat skamyası tərəfindən 1 metrə. 1 metrədir. Oyun başlayanda püşkatma ilə başlanır. Birinci püşkatma atılır. Oyun bir period 10 dəqiqə oynanılır. 21 xala kimi. 21 xala kimi. 21 xala kimi. Əgər tutalım ki, deyək 7-ci dəqiqədə 21 xalı komanda topladı. O zaman oyun bitir. Əgər tutalım ki, 10-cu dəqiqədə hesab tutalım ki, 17 deyək, 16-dır, yenə vaxtdan tez bitir. Hesab öndədir. Vaxt tamam bitir, öndədir. Onda vaxt bitir. Bitir o vaxt. Əgər oyunun əsas hissəsində bitsə, onda overtime təyin olunur. 1 dəqiqə fasilə verilir, fasilə. 1 dəqiqə fasilə. Sonra başlayırlar oynamağa. Kim ilk 2 xalı hansı komanda qazanırsa, 2 xal fərqi ilə yox. Hansı komanda ilk 2 xalı qazanırsa, o komanda qalib hesab olunur. Nömrə kimi deyək də, deyək belə deyək də, hesab deyək 20-20 deyək heç içər. O zaman overtime təyin olunur. Overtime. Onda tutalım ki, bu A komandası və B komandası oynayır. Deyək A komandası bir xal atdı, oldu 21. 21-20. B komandası tutalım ki, atır 2 xal. 2 xallı olur 21-22. Onda B komandası qalib gəlir. İlk 2 xalı B komandası topladı. İlk 2 xalı B komandası. Və əgər bu oldu ilk 2 xalı topladı B komandası. Time-out. Time-out fasilə deməkdir. Bir dəfə time-out götürmək olur. Time-outun müddəti də 30 saniyədir. 30 saniyə. Bir time-out 30 saniyə. 30 saniyə. Bir time-out 30 saniyə. Verilir. Vaxt dayananda, top ölü vaxt olanda bir time-out götürmək olur. Hətta saxlayın. Bir time-out, top ölü vaxt olanda bir time-out götürmək olur. Top ölü vaxt olanda. Əgər bu götürülməyən time-out, əsas hissədə götürülmədirsə time-out, onda əlavə hissəyə keçir, yadda saxlayın. Götürülməyən time-out əlavə hissəyə keçir. Bir komandanın heyətində 4 oyunçu olur. Komandanın heyətində, əsas heyət demirəm. Bir komanda heyətində 4 oyunçu olur. Onun 3-ü əsası, biri ehtiyatdır. Oyunçu dəyişikliyə məhdudiyyət yoxdur. Nə qədər istəsən oyunçu dəyişikliyə edə bilərsən. Girib çıxır, top ölü vaxt olanda, vaxt dayananda. Bu oyunda məşqçi olmur. Məşqçi tamaşaçıların skamyasında oturur. Meydanda olmur məşqçi, yadda saxlayın. Əgər oyun necə başlanır? Birinci püşkatma atılır. Hakim, tutalım ki, A və B komandası oynayır. Püşkatmada A komandası qalib gəldi. O zaman hakim top atır B-yə, B oyuncuya. B oyuncusu kimdir? Müdafiəçi. B də göndərir topu, yerinə atır A komandanın oyuncusuna. Onda oyun başlanır. Bu adlanır checkball. Yadda saxlayın ki, oyunu checkball nə vaxt başlanır? Top ölü vaxtdan sonra həmişə oyun checkball-la başlanır. 300 basketbol, checkball-la. Checkball-la. 675-in, baxın, daxilindən top səbətə atılsa və yaxud da xəttin üzərindən top səbətə atılsa, o zaman verirlər 1 xal. 1 xal.
675-in xaricinə, xəttin xaricinə atılsa, onda verirlər 2 xal. 2 xal. 1 xal və 2 xal. Bunu yadda saxlayın. Cərimə atışı. Cərimə atışı da 1 xalla qeyd olunur. Yəni, bir cərimə atışı atır. Cərimə atışı 1 xalla qeyd olunur. Və bu oyunda deməli, follara keçək. Hansı follar var? Var burada texniki fol, qeyri-idman faulu və kontaktlı fol. Bir də komanda folu var. Texniki fol nədir? Texniki fol budur ki, oyunçu kontaktsız qayda pozuntusu pozur. Bununla kimi deyək, belə deyək, hansı oyunçuya qarşı nəzakətsizdir. Hansı bir jest göstərir oyunçuya və yaxud da hakimə qulaq asmır. Onda nə baş verir? Onda texniki fol təyin edilir. Və texniki fol zamanında hansı komanda edirsə, rəqib komandanın fərqi yoxdur. İstənilən oyuncusu cərimə atışını ata bilər. Bir texniki fola görə deməli, bir cərimə atışı atılır. Bir cərimə atışı. Əgər ikinci texniki fol etsə, yenə bir cərimə atışı atılır və bunların da folları komandanın folundan yazılır. Komandanın folundan. Əgər oyuncu 2 texniki fol etsə, oyundan kənarlaşdırılmır. Basketbolda kənarlaşdırılır, burada kənarlaşdırılmır. Tamam ki, komandanın fol limiti deyək, komandanın fol limiti 6'dır, biz bilirik. Bu follar yazılır komanda. Yadda saxlayın ki, texniki fol zamanı heç bir cərimə atışı atılır və oyuncu oyundan xaric edilmir. Və oyun hardan başlanılır? Oyun çeklə başlanılır. Texniki fol cərimə atışı atıldı, oyun gəlir, hardan başlayırlar? Çeklə oyunu başlayırlar. Çeklə. Çeklə hansı komanda başlayır? O komanda başlayır ki, kimə qarşı hansı komanda ki, cərimə atışını atır, həmin o komanda gəlir, çeklə oyunu başlayır. Çeklə. Qeyri-idman fauluna keçək. Qeyri-idman faul nədir? Qeyri-idman faul budur ki, kontaktı qayda pozuntusudur. Gəldi, bilərəkdən əlindən vurdu və yaxud da ayağına vurdu. Bilərəkdən kontaktı qayda pozuntusu pozur. O zaman kontaktı qayda pozuntusu pozuldusa, onda bir UF olur. Baxın, UF adlanır qeyri-idman faulu. Bir cərimə atışı, bir UF edildisə, o zaman gəlirlər, 2 cərimə atışı atılır. Həmin bu cərimə atışını kim atır? Kimə qarşı qayda pozuntusu edilibsə, həmin oyuncu gəlir cərimə atışını atır. 2 cərimə atışı atır. Qalın ki, 2 dənə cərimə atışı atdı. 2 cərimə atışı atılandan sonra oyunu yenə həmin komanda gəlir, çeklə başlanır. Çeklə oyunu başlayır, yadda saxlayın. Çeklə. Dedik ki, çek nədir? Çek həmişə top ölü vaxtdan sonra başlanır oyun çeklə. Müdafiə olunan komandanın oyuncusu ötürü hücum edən komandanın oyuncusuna topu. Adlanır çek. Və çeklə oyun başlanır. Və UFOL ikinci cərimə UFOL edildisə, o zaman yenə 2 cərimə atışı atılır və həmin oyuncu oyundan xaric edilir. İkinci UFOL etdisə həmin oyuncu oyundan xaric edilir. Diskvalifikasiya edilir. Həmin yenə bu UFO'lar yazılır hara? Komandanın fol limitinə. Sonra yenə oyun hardan başlanır? Çeklə. Çeklə oyun başlanır. Kontaktlı fola keçək. Kontaktlı fol bilməyərəkdən gəlib, tutalım ki, blokladı, bilməyərəkdən qayda pozuntusu pozdu. O zaman kontaktlı fol adlanır. Onda kontaktlı folda top atılır səbətə,
675-in daxilində və yaxud da xaricindən kontaktlı fol baş verir. Atış zamanı. Atış zamanı kontaktlı fol baş veribsə, daxilən və yaxud da xaricindən, o zaman top atılır səbətə və top səbətdən düşməsə, onda rəqib komanda topa yiyələndisə, o zaman nə etməlidir? 675-lik bu xaricidən qopsun arxasına çıxmalıdır. Çıxmalıdır mütləq. Topa yiyələndisə, bu qopsun arxasına çıxmalıdır. Və çıxıb, sonra yenidən hücuma keçir. Hücuma keçir. Top səbətdən keçsə, yenə əgər hücum edən komanda topa yiyələndisə, o zaman ümumiyyətlə nə edilir? 675-in xaricindən çıxmaya da bilər. Amma müdafiə olunan komanda topa yiyələndisə, mütləq 675-lik qopsun, bu qopsun xaricinə çıxmalıdır. Mütləq. Mütləqdir. Qeyri-idman faulunda tutalım ki, baxın, 675-lik bu qopsun xaricindən top atılır səbətə. Və mən top atam səbətə gəlir, tutalım ki, hansısa bir oyuncu gəlir mənim əlimi vurdu. Nə baş verir? Onda top mən səbətdə atan zamanı fol baş veribsə, top səbətdən keçsə, yadda bunu saxlayın. Çünki imtahanda bunlardan mütləq suallar düşür. Hər il sual olur bundan. Top səbətdən keçsə, onda 2 xal sayılı bir cərimə atışı atılır. Bir cərimə atışı atılır. Top səbətdən keçməzsə, o zaman 2 cərimə atışı. 2 cərimə atışı atılır. 675-in daxilindən və yaxud da 675-li xəttin üzərindən topu atırsan səbətə və burada fol baş verir. Top səbətdən keçsə, onda bir xal sayılı bir cərimə atışı atılır. Top səbətdən keçməsə, o zaman bir cərimə atışı atılır. Komandanın biz dedik ki, fol limiti 6'dır. Baxın, komandanın fol limiti 6'dır. 7-ci, 8-ci, 9-cu follarda 2 cərimə atışı atılır və top verilir rəqib komandaya. Amma 10-cu folda isə 2 cərimə atışı atılır və topun da yiyələnməsi həmin komandada qalır. İndi bura baxaq yenidən. Baxaq. Dedik ki, 675-in daxilindən top səbətə atılanda və fol baş verir. 6-cı fola kimi, 7-ci fola kimi belə deyək. 7-ci fola kimi deyək 6-cı foldur. Və qeyri-idman faulu baş verir. Top səbətdən keçsə, onda bir xal sayılı bir cərimə atışı. Top səbətdən keçməsə dedik, bir cərimə atışı atılır. Amma 7-ci folda olubsa, 7-ci folda, onda bir cərimə atışı atılır, bir xal sayılı, iki cərimə atışı atılır. 2 cərimə atışı atılır. 2 cərimə atışı atılır. 2 cərimə atışı atılır. Top səbətdən deməli keçsə, xal sayılır və bir cərimə atışı. Amma top səbətdən keçməsə 2 cərimə atışı atılır. Top səbətdən keçməsə 2 cərimə atışı atılır. Bunu yadda saxlayın. Əgər top səbətdən keçmədisə, bir cərimə atışı atılmır, onda 7-ci folda, 7-ci, 8-ci folda bir cərimə atışı atılmır, 2 cərimə atışı atılır. Bunu mütləq saxlayın yadda, çünki bu imtahana düşə bilər bu sual ki, deyək ki, tutalım ki, 7-ci folda qeyri-idman faulunda 675-li qopsun daxilindən top səbətə atılır və fol baş verir. Və top səbətdən keçmir. O zaman neçə cərimə atışı atılır? 2 cərimə atışı. Desək ki, 6-cı folda top səbətə atılır və fol top səbətdən keçmir, onda neçə cərimə atışı atılır? Onda 1 cərimə atışı atılır.
Bunu yadda saxlayın. Saniyələrə keçək indi. Burada belə bir saniyələr var, qaydaları var. Deməli, 3 saniyə. 3 saniyədə onu bildirir ki, bu səbətin altında 3 saniyədə artıq dalbadal dayanmaq olmaz. Belədir. 5 saniyə qayda var. Topu mütləq sən 5 saniyə ərzində əlindən çıxarmalısan. Cərimə atışaqdır, 5 saniyə ərzində atılmalıdır. Sonra çekbolla oyunu başlayanda 5 saniyə ərzində topu oyuna daxil edilməlisən. Topu siləmədən 5 saniyədə artıq əlində tutub saxlaya bilməlisən. 5 saniyə. Və yaxud da ikinci qayda var ki, çekbol edildi və top sən arxası üstə topu çiliyirsənsə, səbətə doğru, arxası üzrə gedirsənsə, 5 saniyədə artıq getmək olmaz. Və yaxud da yan üzrə 5 saniyədə artıq yan üzrə hərəkət etmək olmaz. Üzünü çevirməlisən səbətə tərəfə və hücuma keçməlisən. Bunu bildirir. Sonra 12 saniyə var. Hücum vaxtı 12 saniyədir. 12 saniyə ərzində hücum edilməlidir. 12 saniyədə ərzində top səbətə atılmalıdır. Əgər top səbətə atılır, gelir, düşür lövhəyə. Lövhəyə düşürsə, o zaman necə baş verir və top həmin komandaya qayıdırsa, onda harada vaxt dayanırsa, oradan davam edir. Davam edir. Necə hakim oyunu idarə edir? Burada beynəlxalq yarışlarda meydanda 2 hakim olur. 2 hakim olur. Sonra masa hakimdə kim olur? 2 hakim olur. Saniyə ölçən hakim olur. Saniyə ölçən hakim. Bir də tablonu sıfırlayan hakim. 5 hakim olur. Ümumilikdə 5 hakim olur. 5 hakim. Oyunçu dəyişikliyinə dedik ki, məhdudiyyət yoxdur. Top ölü vaxtda olanda, vaxt dayananda oyunçu dəyişikliyi edilir. Nümunə kimi deyək, burada 2 dənə skamya olur və top ölü vaxt olan, vaxt dayananda oyunçu çıxır, digər oyunçu daxil olur. Və belə dəyişiklik baş verir. Belə deyək, əgər oyun başlamamışdan əvvəl 3 oyunçu yoxdursa, o zaman 5 dəqiqə gözləyirlər və yenə yoxdursa, onda məğlubiyyət verirlər. Məğlubiyyət verirlər. Belə qeyd olunur. W0. Win. Win bu qalib deməkdir. Qalib. Amma oyun gedə-gedə bir oyuncu qalsa, oyun davam edir. Bir oyuncu qalsa, oyun davam edir. Baxın, bir oyuncu qalsa, oyun davam edir. Amma ümumiyyətlə heç oyuncu yoxdursa, o zaman məğlubiyyətdir. Qalib gələn komanda istəsə həmin hesabı eyni saxlaya bilər və yaxud da istəsə bu hesabı qeydə götürə bilər ki, 1 0-dan 10 bitsin. 1 0-dan 10 bitsin. Qalib gələn komandaya basketbolda kimi dairə və sütuna oynanılsa, qalib gələn komandaya verirlər 2 xal, məğlub olan komandaya 1 xal. 1 xal. 2-1. Mübahisəli top. Mübahisəli top nə deməkdir? Mübahisəli top budur ki, top tutalım ki, lövhə ilə səbətin arasında ilişib qaldı. Onda mübahisəli top təyin edilir. Və yaxud da hakim görmədi kimlə top çıxdı out'a. Onda mübahisəli top kimi təyin edilir. Out top çıxdısa, yadda saxlayın. Yan xətdən top çıxdısa, o zaman oyun checkbolla başlanır. Checkbolla. Bütün hallarda bir daha təkrar edirəm ki, oyun top ölü vaxtı olanda, top oyunda olmayan vaxtı, o zaman oyun checkbolla başlanır. Checkbolla. Mübahisəli topda top kimə verilir? Müdafiə olunan komandaya. Mübahisəli topda top yadda saxlayın ki, müdafiə olunan komanda verilir. Müdafiə olunan komanda.
və müdafiə olunan komanda oyunu gəlir başlayır. Burada Twitch üçün timeout var. Televiziyanın üçün timeout. Beynəlxalq yarışlarda əgər heç tablo 3:59 göstərdirsə və 6:59 göstərdirsə, o zaman Twitch timeout verilir. Əlavə Twitch üçün timeout verilir. Televiziyanın üçün timeout verilir. 3:59, 6:59'da Twitch timeout verilir. İndi hal-hazırda dünya çempionatında yadda saxlayın ki, 20 komanda qadınlarda iştirak edir, 20 komanda kişilərdə və 20 komandada ümumi 20-20'dir. Qadın 20, kişilər 20. Amma Avropa çempionatlarında 16-16 komanda iştirak edir. Ən çox da dünya çempionatında qalib gələn komanda Serbiya komandasıdır. Bunu mütləq saxlayın yadda. Burada nə qaldı burada? Deməli, əsaslar dedik bulanı. İndi 300 basketbola keçək. Böyük basketbol, klasik basketbol. Bu klasik basketbolun yaranma tarixi başlayır 1891-ci ildə. İlk dəfə James Naismith bunu yaradıb 1891-ci ildə və James Naismith müəllim olub. Və 1891-ci ildə James Naismithin şagirdləri başlayıblar topu səbətə atmağa. Görüblər top səbətdən keçmir. O zaman onun altındakı o altın kəsiblər və götürüblər və yenə cəhd ediblər, top atıblar səbətə. Və top səbətdən keçir. Ona görə bu oyun adlanır basketbol, səbət, bol, top adlanır. 1894-cü ildə bunun qaydaları işlənilib, hazırlanıb. 1894-cü ildə 1932-ci ildə FIBA yaradılıb və FIBA federasiyadan üstündür. Assosiasiya, FIBA assosiasiya deməkdir. İlk dəfə 1935-ci ildə Avropa çempionatı təşkil olunub, kişilər arası Cenevrədə və Latviya komandası qalib gəlir. Bundan 3 il sonra 1938-ci ildə qadınlar arası Avropa çempionatı təşkil olunub İtaliyada və İtaliya komandası qalib gəlir. 1936-cı ildə ilk dəfə Olimpiya proqramına daxil edilib kişilərin komandası. Bundan 40 il sonra, daha doğrusu 1976-cı ildə qadınların komandası çıxış ediblər. 1950-ci ildə ilk dəfə dünya çempionatı təşkil olunub və kişilər arası təşkil olunub. 1953-cü ildə qadınlar arası təşkil olunub dünya çempionatı. Azərbaycanda yaranma tarixi bunun başlayır 1920-ci ildən 1992-ci ildə bizdə federasiya yaradılır. İndi hal-hazırda bizdə federasiyanın prezidenti kimdir? Emin Əmirullayev. Keçək indi meydançaya. Meydançanın uzunluğu 28 metrədir. Eni 15 metrə. 28-15'ə. Eni 15 metrə. Meydança iki hissəyə ayrılıb. Meydança və meydançanın radiusu 360 santimetrdir. Və səbətin hündürlüyü
300 basketbolda kişidir. 3 metrə 5 santıdır. Səbəti öndürüyor. Bu da lövhədir. Baxın, bu lövhədir. Lövhənin də ölçüsü yenə deyirəm 180-in 105-ə lövhənin ölçüsü. Zərbə meydançasıdır bu da. 300 basketbolda kişidir. Zərbə meydançası. Sonra 675'li belə bir qofs var. Qofsum. Oyun neçə hissə, neçə set, neçə hissə və neçə period oynanılır. Oyun oynanılır 2 hissə, birinci və ikinci hissə. Və burada 4 dövr oynanılır. Birinci, ikinci dövr, üçüncü, dördüncü dövr. Birinci, ikinci, üçüncü, dördüncü dövr. Hissələr 20 dəqiqə oynanılır. Periodlar isə 10 dəqiqə olur. 10 dəqiqə periodlar. Hissələr arası fasilə, baxın, hissələr arası fasilə 15 dəqiqə olur. Baxın, hissələr nə? Periodlar çaşdırmıyor. Hissələr 20 dəqiqə oynanılır. Amma periodlar 10 dəqiqə, 10 dəqiqə oynanılır. 10 dəqiqə, 10 dəqiqə periodlar oynanılır. Bir hissə 20 dəqiqə oynanılır və 10 dəqiqə, 10 dəqiqə 2 perioddan ibarətdir. Periodlar arası 1 ilə 2, 3 arası 2 dəqiqə fasilə verilir. 2 dəqiqə fasilə. Amma 2 ilə 3-cü arası, bu nə var ki, hissələr arası keçid olanda 15 dəqiqə fasilə olur da. Hissələr arası keçiddə 15 dəqiqə fasilə olur. Oyunun əsas hissəsində oyun hissə bitsə, o zaman overtime təyin olunur. 2 dəqiqə fasilə və 5 dəqiqə 5 dəqiqə oynanılır ki, xal fərqin oyun bitməlidir. 5 dəqiqə 5 dəqiqə. Time-outlara keçək. Ümumi, baxın, birinci hissədə 2 time-out götürmək olur. İkinci hissədə isə 3 time-out götürmək olur. 2 birincidə, 3 ikincidə. Deməli, hissələrə keçiddə götürülməmişsə birinci hissədə time-out, ikinci hissəyə keçmir. Keçmir. Və amma periodlar arası fasilə time-out periodlar arası keçir. Tamam ki, sən birinci periodda fasilə götürməmişsən, o zaman keçir ikinci periyoda. Və fasilənin müddəti 1 dəqiqədir. Ölü vaxtı olanda time-out götürmək olur. Məşqçi time-out'u götürür. Məşqçi. Əgər əlavə hissə oynanılsa 5 dəqiqə 5 dəqiqə, onda da bir time-out götürmək olur. O zaman bir time-out da oyunda olur. Bunu yadda saxlayın. Top. Top 2 kateqoriyada olur. Qadın üçün və kişi üçün. Topun çəkisi 500, kişilər üçün 580-620 qramdır. Çevrəsi 750-770 millimetrdir. Bu yeni qaydalara əsasən. Qadınlarda isə 510-550 qramdır. Çevrəsi 715-730 millimetrdir çevrəsi. Bu 7 nömrəli topdur, bu isə 6 nömrəli topdur. Basketbolda. Oyun necə başlanılır? Birinci, deməli deyək, A komandası ev yiyəsidir. A komandası ev yiyəsinsə, o zaman hakim masasının sol tərəfindən A komandası oturur. Qəmiyyəsində A komandası oturur və səbət də sol tərəfdən A komandasına olur. Sağ tərəfdən qonaq komanda olur, B komandası. Qəmiyyəsi olur və səbətdə B komandasında olur. İstəsələr, onlar dəyişilə bilərlər səbətləri. Adətən, birinci hissənin sonundan sonra səbətlərin yerlərini dəyişirlər. Oyun birinci periodda, baxın, birinci periodda top hava atışına atılır yuxarı.
top hava dışına atılır yuxarı. Və tutalım ki A və B komanda arasında. A komandası topa yiyələndi. O zaman hakim masasında bir ox işarəsi olur. A komandası birinci periodda yiyələndisə, yalnız bir dəfə top hava dışına atılır yuxarı yadda saxlayın. Basketbol oyununda. Bir dəfə, yalnız bir dəfə. A komandası yiyələndisə, o zaman növbəti ikinci periodda B komandası oyunu başlayacaq. Ox işarəsi B-ni göstərəcək. B komandasını göstərəcək. Və B komandası da oyunu ikinci periodda B komandası mərkəz xəttdən, yan xəttdən, mərkəz xəttin yandan oyunu başlayacaq. B komandası. B komandası ikinci periodda başladısa, əgər oyun gedə-gedə mübahisəli top baş verdi, mübahisəli top bilir ki, nədir? Top tutalım ki, qalır lövhənin arasının səbətin arasında qalır. Onda nə baş verir? Mübahisəli top. O zaman B komandası ikinci periodda başlamışsa, onda ox işarəsi A komandasını göstərəcək. Onda A komandası başlayacaq oyunu. A komandası. Yadda saxlayın. Ardıcıl gedir. A, B, A, B. Yalnız bir dəfə top hava dışına atılır yuxarı. Yalnız bir dəfə. Bir komanda heyətində 12 oyunçu olur. 12 oyunçu olur. Onun 5-i əsas olur, 7-si ehtiyat. Oyun başlayanda əgər 5 oyunçu yoxdur, 4 oyunçu varsa, o zaman hakim 15 dəqiqə gözləyir. Oyunu başlanır. Əgər 15 dəqiqə müddətində gəlmədisə oyunçu, o zaman məğlubiyyət verilir. Protokolda hesabda belə qeyd olunur. 20-0. Qalibə verirlər 2 xal, məğlubat 0 xal. 0 xal. Amma oyun gedə-gedə 2 oyunçu varsa, o zaman oyun davam edir. Amma bir oyunçu qaldısa, onda o məğlubiyyətdir. Bir oyunçu yadda saxlayın ki, qaldısa, o zaman, baxın, bunu belə yadda saxlayın ki, A və B komandası yarışır. Hesab 30-15'dir. A komandasında 2 oyunçu qalır, B komandası 1 oyunçu qalır. A komandası qalib gəlib, o zaman hesabı eyni saxlaya bilir. Eyni qalar. Hesab eyni qalır. Amma nümunə kimi deyək, qalın ki, burada 1 oyunçu, burada 2 oyunçu. Udan komanda geridədirsə, o zaman hesab belə qeyd olunur. 2-0. 2-0. Udan komanda geridədirsə. Yenə qalibə verdilər 2 xal, məğluba 1 xal. Bu qaydanı yadda saxlayın. Mən necə izah etdim, bunu yadda saxlayın və həmişə də belə yadda saxlayın ki, əgər udan komanda öndədirsə və hesab necə qeyd olunur? Hesab olduğu kimi qeyd olunur. Udan komanda geridədirsə, o zaman hesab 2-0 qeyd olunur. B-nin hesabına qeyd olunur. Saniyələrə keçək. Burada var 3 saniyə, 5 saniyə, 8 saniyə. Sonra var 14 saniyə və 24 saniyə. 3 saniyə. 3 saniyə onu bildirir ki, sən zərbə meydançasında, rəqibin zərbə meydançasında topsuz 3 saniyədə artıq dayana bilmərsən. Topsuz dayanmaq olmaz 3 saniyədə artıq.
5 saniyə. Top out'a çıxdı. Zəlmə atışları atılır. Topu çevirmədən 5 saniyədən artıq topu əlində tutub saxladınsa, bu qayda pozuntusudur. O zaman top əldən 5 saniyə ərzində çıxmalıdır. 8 saniyə. 8 saniyə onu bildirir ki, sən rəqib öz baxın, bura ön zonadır. Rəqibin sahəsi ön zonadır. Mənim zonam arxa zonadır. Mən öz zonamdan, arxa zonadan rəqib zonasına 8 saniyə ərzində keçməliyəm. Əgər mən bu 3, 5, 8 saniyələrə qaydalara riayət etmədimsə, o zaman heç bir cərimə atışı atılmır, yadda saxlayın. Sadəcə olaraq topu hakim verir, rəqib komanda yan xəttə oyunu başlayır. Var burada 24 saniyə. Hücum vaxtı 24 saniyədir. Mən 24 saniyə ərzində hücuma keçməliyim və top atmalıyım, səbətə atmalıyım. Əgər topa mən 24 saniyə ərzində səbətə atmadımsa, top məndən alınır, verilir, rəqib oyunu başlayır. Və tutun ki, hansı bir saniyədə deyək 15-ci saniyədə mən top atıram səbətə deyil və qayıdır mənə. Onda bu sıfırlanır, verilir 14 saniyə. Əgər mən lövhəyə atıramsa, mənə qayıdırsa, o zaman vaxt davam edir. Follara keçək indi. Burada var texniki fol, U-fol, person folu, sonra var ikili fol, komanda folu və diskvalifikasiya folu. Texniki fol. Baxın, mən yenə 300 basketbolda kimi hansı bir qayda pozuntusu pozdum. Deyək, kontaktsız qayda pozuntusu. Nümunə kimi deyək, hakimə qulaq asmıram, hansı bir jestlə 13-ə qarşı nəzakətsizəm, kontaktsız da, onda nə baş verir? Texniki fol sayılır. Onda bir cərimə atışı gəlir, rəqib komanda. Yenə texniki folda, 300 basketbolda kimidir? Texniki folda heç bir cərimə atışı, daha doğrusu istənilən oyun çata bilər. Nümunə kimi deyək. Baxın, bir texniki fol edilsə, bir cərimə atışı atılır. Və texniki fol atıldı və cərimə atışı atıldı, oyun haradan başlanılır? Yadda bunu saxlayın. Oyun başlanılır, hansı tərəfdən qayda pozuntusu başlayırsa, oradan yan xəttə oyunu başlayırlar. Və vaxt durduğu yerdən davam edir. Əgər ikinci texniki fol mən etdimsə, onda gəlir yenə rəqib komanda cərimə atışı, bir cərimə atışı atır və bu oyunçu oyundan xaric edilir. Diskvalifikasiya edilir. U-fol nədir? Yenə bu da qeyri-idman faul. Gəldi, əlinə vurdu. Tutalım ki, ayağına vurdu. Qayda pozuntusu etdi, kontaktı bilərəkdən qayda pozuntusu. Bilərəkdən qayda pozuntusu edirsə, o zaman yenə gəlir, bir qayda pozuntusu etdirsə, gəlir, 2 cərimə atışı atır. 2 cərimə atışı atdı. 2 cərimə atışı atılır. Bax, bunları, bu nüansları yadda saxlayın. Və həmin komanda, rəqib komanda deyil, bu suallar düşə bilər imtahanda. Rəqib komanda deyil. Həmin komanda gəlir, hakim masasının üzbəyiz tərəfdən, ön zonadan, topu oyuna daxil edir. İkinci, qeyri-idman faulu edildisə, o zaman oyuncu oyundan xaric edilir. İkincidə. Yenə 2 cərimə atışı atılır və oyuncu oyundan xaric edilir. İndi keçək person foluna. Bu, şəxsi fola keçək. Şəxsi fol budur ki,
bilməyərəkdən qayda pozuntusu edir. Bloklayır, itələmə baş verir, bilməyərəkdən baş verir. Onu da şəxsi faul sayılır. Atış zamanı şəxsi faul edilibsə, heç bir cərimə açıq atılmır. Atış zamanı olmayıbsa. Atış zamanı qayda pozuntusu olmayıbsa, heç bir cərimə açıq atılmır. Harada qayda pozuntusu baş verirsə, oradan gəlib başlayırlar. Amma atış zamanı qayda pozuntusu baş veribsə, indi keçək bura. Qeyri-idman faulıdır. Mən atıram, gəlir məni bloklayır. Mən topu əldən çıxarmışam. Baxın, mən atıram, gəlir məni bloklayır. 675-in xaricindən. O zaman 3 hal, top səbətdən keçsə 3 hal sayılır. Bir cərimə atışı atılır. Deməli 675-in daxilinə yadda saxlayın ki, 2 xal verirlər, top səbət atılırsa, 675-in xaricinə 3 xal, xəttin üzərinə atılsa 2 xal. Top səbətdən keçsə, o zaman 3 xal sayılır, 1 cərimə atışı. Top səbətdən keçməsə 3 cərimə atışı atılır. 3 cərimə atışı atıldı. Əgər 675-in daxilinə qayda pozuntusu baş veribsə, 675-in daxilinin qayda pozuntusu, o zaman nə baş verir? Top səbətdən keçsə, 2 xal sayılır, üzərinə 1 cərimə atışı. Top səbətdən keçməsə, o zaman 2 cərimə atışı atılır. Və harada qayda pozuntusu baş verirsə, oradan gəlib oyunu başlayırlar. Oradan başlanır. Bir də siz deyə bilərsiniz ki, tutalım ki, belə bir oyunlar olur ki, top səbətdən atılır və səbətin altından hücuma keçirlər. O nə vaxt olur? O kontaktlı faullarda baş verir. Yüngül qayda pozuntularında o baş verir. Top səbətə atılır və topa yiyələnirsə rəqib komanda və hücuma keçir rəqib. Adi kontaktlı faullar. Amma cərimə atışıdır, qeyri-idman faulu, texnik faullarda atış zamanı. Sonra qeyri-idman faulunda da eyni prosedurdur. Baxın, eyni prosedurdur. Həm şəxsi faulda, həm qeyri-idman faulda prosedur eynidir. Komandanın bir oyuncusu 5 şəxsi faul etdisə, oyundan xaric edilir. Xaric edilir. Oyundan xaric edilir. Komandanın faul limitinə baxaq. Komandanın faul limiti 4'tür. 4'tür. Birinci periyodda, dövrdə. O komanda 4 faul etdi və 10 dəqiqə bitdi. O zaman bu da sıfırlanır. Keçmədi ikinci periyoda. Əgər 5-ci faul etdisə, hər faula görə 2 cərimə atış atılır komanda. Hər faula görə 2 cərimə atış atılır. Və 2 cərimə atışı atılır hər faula görə, yadda saxlayın. Yenə burada gəlir, indi diskvalifikasiya fauluna keçək. Diskvalifikasiya faulu necə olur? Gəlir, bilərəkdən vurdu. Bilərəkdən vurdu, agresiv oynayır. Onda o zaman birbaşa diskvalifikasiya edilir və kimə qarşı edilirsə, o gəlir 2 cərimə atış atır. 2 cərimə atış atır. İkili faul nədir? İkili faul, belə deyək də, ikisi də eyni anda qayda pozuntusu pozur. Və ikisi də eyni anda qayda pozuntusu pozursa, bu faullar yazılır komandaya. Heç bir cərimə atış atılmır. Yadda saxlanın burada. Atılmır. Burada oldu faullar. Başqa nə qaldı? Hakimlər. Hakim sayı ümumilikdə 7 plus 1 komissar olur. Komissar bu hakimləri nəzarət edir. 3 hakim meydanda olur. Bir hakim
Deməli, katib olur. Katibin yanında saniyə ölçən olur. Sonra tablo sıfırlayan olur. Katib köməkçisi olur. Burada başqa burada nə var burada? 2,